bağlı şikayətləri olur. Hansı ki, bu cinayət əməli deyil. Borc almaq, borc vermək haçanla cinayət olur? Borcla bağlı çox müraciət. Çox müraciət var. Çox, Borc verib bir şəxs, bir şəxs. Bunu dələduzluqla səhv salırlar. Polisə şikayət edirlər. Polis qanuni şəkildə geri qaytarır da. Deyir ki, bu mülki məsələdir. Xahiş edir, məhkəməyə müraciət. Polisə şikayət elədim, polis şikayətimə baxmadı. Misal üçün deyir də, sənin deyir, mədən ağrıyır, başın ağrıyır. Sən bu ilə bağlı Fövqəladə Hallar Nazirliyindən şikayət edə bilərsənmi? Bax, bu buna bənzir. Bu buna bənzir. Hər məmurun, hər qurumunda öz, belə deyək də, fəaliyyət sahəsi var ki, hara ki, onun səlahiyyəti çatır nəzarət eləməyə. Bax, bu kimi hallar. Zahir müəllim, çox düzgün buyurdunuz. Mənə icazə verin bir kez. Bax, təsəvvürünüzə gətirin, inanın. Deyir, mən Cəlal Bərkişad var, deyir, yazıcı, bir kitab yazmışdım. Mən dünyada nələr gördüm. Bu bir ayda mən elə gördüyüm o ərəb qədimdə nələr gördüm. Qapısına işıq çəkirik, həyətini təmizlirik. 3-4 nəfər oturub buxardan deyir ki, əyləməlidirlər də borcu. Deyirəm ki, bizim evimiz